Biz elə bilirik ki, Allah bizi vurmağa fürsət axtarır, bizi əzməyə fürsət axtarır. Allah Quranda bəs cəhənnəmdən niyə danışır? Bəs Allah bizi cəhənnəmlə niyə təhdid eləyir? Niyə cəhənnəmdən danışır? Özü də bu qədər danışır. Bir budur ki, cəhənnəmdən danışması keçmişdə yadınızda demişəm. Elə məhəbbətin ifadəsidir. Ana balasını evdən yola salanda görmürsünüz, deyir, ehtiyatlı ol, yolu keçəndə. Ağla gəlməyən problemlər düşünür. Ana deyir, filan şey olar birdən, adamı gülmək tutur ki, bu qədər də yox. Cəhənnəmdən danışması ananın fəryadı kimidir ki, diqqətli ol. Bu bir. İkincisi, əsas da mövzumuza aid olan budur. Allah Quranda cəhənnəmdən çox danışır ki, duada biz cəhənnəm vasitəsilə Allahla eşqbazlıq eləyə bilək. Dualarda böyük adamlar cəhənnəm vasitəsilə Allahla münacat eləyir, eşqbazlıq eləyir.